Bugün size cəmi bir ədəd alma ilə hazırlanan möhtəşəm piroq resepti təqdim edəcəm. Hazırlanma qaydası çox asandır. Öyleysə getdik. Qaba 3 ədəd yumurta əlavə edərək işə başlayıram. Üzərinə 250 qram şəkər tozu əlavə edirəm və bunu blenderla ağarıb köpürənə qədər çırpıram. Daha sonra üzərinə 4 çay qaşığı qədər az yağlı xama, üzərinə 1 stəkan duru yağ və 1 ədəd kabartma və vanil əlavə edirəm. Daha sonra 1 çimdik darçın, bu təbii ki zövqə görədir, əlavə edib blenderlə təzədən qarışdırıram. Üzərinə 1 stəkan yarım qədər un əlavə edirəm və bunu da spatula ilə qarışdırıram. Gördüyünüz kimi altdan yuxarı edərək qarışdırıram və budur, artıq xəmirimiz hazırdır. Keçirik formanı yağlayırıq. Duru yağla yağladım, amma mən səhv edib un səpmədim, siz un səpəsiz. 1 ədəd almanı gördüyünüz kimi nazik dilimlərə bölmüşəm. Üzərinə dadlandırması üçün darçın əlavə edirəm. Hazırladığımız xəmiri bunun üzərinə əlavə edib düzləşdirirəm. Zövqə görə mən kişmiş də əlavə elədim, siz eləməyə də bilərsiniz. Piroqumuz hazırdır. Üzərinə şəkər pudrası əlavə etdim. Çox yumuşaq və çox ləzzətlidir. Darçının evi bürümüşdü. İnanın səmimiyyətimə deyirəm, çox yumuşaqdır. Sınayanlar rəylərdə fikirlərini bizimlə bölüşsünlər. Əgər video sizə faydalı oldusa, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Növbəti videolarda görüşənədək hələlik.